Naxçıvan Dövlət Texniki Kollecində təşkil olunan tədbirdə dövlət qurumlarının IT mütəxəssisləri, informasiya təhlükəsizliyi üzrə məsul şəxslər və tələbələr iştirak edib. Məqsəd dövlət qurumlarında çalışan əməkdaşların kiber təhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması, həmçinin rəqəmsal savadlığın gücləndirilməsi olub. Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin şöbə müdiri Etibar Əjdərov, Kadelindiya MMC-nin direktoru Günel Cənnətova kiber təhlükəsizlik sahəsində maarifləndirilmənin vacibliyini vurğulayıblar. Təlim zamanı Kadelindiya MMC-nin əməkdaşları Toğrul Xəlilov və Rüstəm İsmailov kiber təhlükəsizlik sahəsində aktual mövzular üzrə təqdimatlarla çıxış ediblər. İnteraktiv şəkildə keçən təlimdə iştirakçılarla sual-cavab və müzakirə sessiyaları olub. Tədbir konstitusiya və suverenlik izni həsr olunan rəqəmsallaşma və qanunvericilik layihəsi çərçivəsində həyata keçirilib. Çinarə Həsənova, Nəzrin İsmailova, Rəşad Əkbərov, NTV Xəbər. Və orada etibar alınan bir şey yapırlar ki, parol dəyişilməlidir. Çünki sənin proqramın böyük bir proqram.